Salam, hər vaxtınız xeyir. Bugün kvadrat köklərə aid testlərə baxacağıq. Deməli, sürətdə bizdə yazılıb ki, -2-1-in kubu vurulsun -2/4, aşağıda isə məxrəcdə -2-nin kvadratı. Gəldik, bax. Tək dərəcə olanda mənfi qalır. Yuxarı -8-1, 2-1 3 dəfə vuranda. -2/4, cüt dərəcə olanda mənfi qalmır. 2-ni 4 dəfə öz-özünə vuranda 16. Burada hissədir. 1 dəfə, 4 dəfə, 1 dəfə, 2 dəfə. Cavabımız oldu -2-1. Bu B variantı. Gəldik ikinci sualımıza baxdıq. 9 vurulsun -3 üstü -1, qüvvəti -2. Gəlin baxaq. Burada 9 vurulsun -3 üstü 3-də 1, -3-də 1 deməkdir. Çünki qüvvət mənfi olanda bu ədədin tərsi götürülür. -3-ün tərsi -3-də 1-dir. Üstündə də -2 var. Bərabərdir, deməli. 1 dəfə, 3 dəfə. Cavabımız oldu -3 üstündə -2. Yenə qüvvət mənfidirsə məxrəcə düşür. Qüvvət müsbət olur. Cavabımız oldu 9-da 1. Cüt dərəcədir deyə mənfi qalmır, 9-da 1. İkinci sualın cavabı E variantı olar. Üçüncü sualımıza baxaq. Deməli, görək üçüncü sualımızda nədir? 3 üstü n. Deməli, 3 üstü n, üstə gəlinsin 9, bölünsün 3 üstü n, bərabərdir 9-da 10 olarsa n-in kubunu tapırıq. N-in kubu tapmalıyıq. Gələk baxaq, görək nə edərik. Bunu ayrı-ayrı kəsirdə yazsaq nə olacaq? 3 üstü n bölünsün 3 üstü n, bərabərdir yox, üstə gəl 9 bölünsün 3 üstü n, bərabərdir 10 bölünsün 9. Bu 1 eləyir, böləndə cavab oldu 1. Onda bizdə oldu 9 bölünsün 3 üstü n, bərabərdir 9-da 10, çıx 1. Bu da 9-un yerinə 3-ün kvadratı yazaq. Burada isə 3 üstü n, bərabərdir 9-da 1, 9-da 9-dur deyə 9-dan 10-dan 9-da 9 çıxanda 9-da 1. Bunu isə əsaslar eyni olanda böləndə üstlər çıxılır. 3 üstü 2 çıx n kimi yaza bilərik. Bərabərdir. 9-da 1 isə 3 üstü -2 kimi yaza bilərik. Burada əsaslar eynidirsə, deməli təkcə qüvvətləri bərabərləşdirəcəyik. 2 çıx n bərabərdir -2-yə, n də bərabər imiş 4-ə. N 4-dürsə, bizdən n-in kubunu soruşur deyə oldu 64. Cavabımız 64 nə variantı oldu? Görək. E variantı. Üçüncü sualımızın da cavabı E variantı olar. Gələk dördüncü sualımıza baxaq. 81 üstü -4-də 1. 81 üstü -4-də 1. Üstə gəlinsin 16 üstü -0,25. Baxaq. 81-i 3 üstü 4 yazarıq. Üstü də -4-də 1. Üstə gəlinsin 16-nı 2 üstü 4 yazarıq. Qüvvəti -0,25. Mötərizə ilə olanda üstlər vurulur. 4 ilə 4 ixtisar gedər. Qaldı 3 üstü -1. Üstə gəlinsin 2 üstü. Bu da həmçinin 4-ü 0,25-ə -1. Mənfi üstü kəmiyyət həmin ədədin tərsi deməkdir. 3-ün tərsi 3-də 1. Üstə G 2-də 1. Cavabımız 6-da 5 olar. 6-da 5 nə variantıdır? Görək bizdə. A variantı 4-də. 5-ci sualımıza Beşinci sualımıza baxaq. 9-da 16 vurulsun 81-də 64 üstü -1, qüvvəti -2 bərabərdir. Deməli, bu olsun. 9-da 16, 81-də 64 üstü -1, bunun tərsi olur. 64-də 81 üstü da 1-dir, 1-də yazmayaq. Üstü bir də -2 var. 1 dəfə 9 dəfə, 1 dəfə 4 dəfə. Misalımız oldu 4-də 9 üstü -2. Yenə deyirəm, ədədin tərsi, qüvvəti mənfidirsə, həmin ədədin tərsinin üstü müsbətə çönür. Yəni 4-də 9-un üstü 9-da 4, bu da 81-də 16 olar. 81-də 16 nə variantı olacaq? Görək. 5-ci sualımız. 81-də 16 yoxdur axı. Görək harda mexaniki səhv eləmişik.
9'da 16 vurulsun 81'də 64. Aha. Bir dəfə, 4 dəfə. 4'də 9. 4'də 9. Üstü -2. Bu da oldu 9'da 4. 81'də 16. Yox, zənnimcə düz yazmışıq. Bir də baxın. Zənnimcə düz yazmışıq. 5-ci sual. Burada səhv gedib. Deməli, 9'da 16 vurulsun. 18'də 64'ün tərsi 64'də 18. Bir də üstündə -2 var. Belə. 18'də 64 üstü -1 tərsinə. Bir dəfə, 2 dəfə. Bir dəfə, hə, burada 2 dənə qaldı. Bu 81 deyil, 18'dir. Bayaq çaşıb 81 yazmışam. 4 dəfə. Bir dəfə, 2 dəfə. Cavabımız oldu. 2'də 1 üstü -2. Bu da 2'də 1'in tərsi 1'də 2 deməkdir də. 1'də 2 üstü müsbət 2. Bu da 4 deməkdir. Məxrəc 1-dirsə artıq yoxdur. Y variantı. Gəldik, baxdıq 6-cı sualımıza. 6-cı sualımızda nə yazılıb? Kök 3-cü dərəcədən a üstü 4 vur b kvadratı vurulsun kök 3-cü dərəcədən a kvadratı b üstü 4 bölünsün kök 5-ci dərəcədən a kubu b kvadratı vurulsun kök 5-ci dərəcədən a kvadratı b kubu bərabərdir. Görək nə olacaq? Köklərin dərəcəsi eynidirsə, vurmanı bir kökə sala bilərik. Oldu A-dan 6 dənə, A üstü 4, A üstü 2-yə vuranda. B-dən də 6 dənə. Məxrəcdə kök 5-ci dərəcədən A-dan 5 dənə, B-dən 5 dənə. Bərabərdir. Kökün altdan çıxanda özünün dərəcəsi kökün dərəcəsinə bölünür. 6-nı 3-ə böləndə A-nın üstü 2, 6-nı 3-ə böləndə B-nin üstü 2, məxrəcdə A-nın üstü 5-i 5-ə böləndə 1A, 5-i 5-ə böləndə bir dənə B. Bu da bərabərdir. İxtisar gedən də yuxarıda bir dənə A qaldı, bir dənə də B. Yəni misalımızın cavabı A, B, B variantı olar. 7-ci sualımıza baxaq. 7-ci sualımızda. -A üstü -9 vurulsun -A üstü 8. Hadi 8'dir, mənfi yox. Vurulsun -A'nın kubu üstü -2. Məxrəcə gələk baxaq. -A üstü -2. Bir də üstündə 5. Gələk sadələşdir. Deməli, qüvvət mənfi olanda, yəni tərsi olur. Onda bu sürətdəki məxrəcə düşər. Bu oldu -A üstü 9. Bu birinci ifadəni aşağı saldıq. -A üstünün qüvvəti müsbətli elə yuxarıda qalır. Qüvvəti də cüt dərəcə olduğuna görə mənfi yoxa çıxdı. Oldu A üstü 8. Burada yenə qüvvət mənfidir, məxrəcə düşər. Oldu -A'nın kubu üstü 2. İndi məxrəcdəkinə baxırıq. Məxrəcdəki də eləyəcək -A'nın üstü 10. Çünki -2 5'ə vurulur 10. Bu da bərabərdir. A üstü 8 sürətdə. Məxrəclərində isə bu 6 deməkdir. Hamısı -A'dır. Vurulanda əsas eynidirsə, əsas qalır, qüvvətlər toplanır. Deməli oldu nə? 9. 9'un üstünə 2, 11. 11'in üstünə 10, 21. Bir də diqqətlə baxaq. 9 burada, bu 6 deyim. 9'un üstünə 6 gələndə cavab eləyər 15. 15'in də üstünə 10 gələndə 25. 6, 9, 15, 25 bərabərdir. Tək dərəcə olduğuna görə mənfi qaldı. A üstü 8, -A üstü 25. Buradan isə neçənci sualdır bizdə? 7-ci sualdır. Aha. Bölünəndə üstlər çıxılar, A üstü neçə qalar? Deməli 10 neçə, amma burada isə elə variant yoxdur. Deməli hardasa yenə səhv köçürmüşük. Burada rəqəmlər yaxşı görünmür. Misalın özündən bir də köçürdüm, kitabın özündən. Deməli -A üstü -9.
Deməli, misalımız belədir. Baxın, bir də təzdən səliqəli köçürdüm. Mənfi A üstü mənfi 9 vurulsun mənfi A üstü 8 vurulsun mənfi A üstü 3, bir də üstü mənfi 2. Məxrəcdə isə mənfi A-nın kvadratı, buranı səhv yazmışdım, deyəsən. Burada 5, burada da mənfi var 5. Gəlin baxaq. Deməli, belə olanda üstlər vurulur da, yəni bunun yerinə mənfi A üstü 6 yaza bilərəm. Əsasda eynidirsə yuxarıda vurulanda üstlər toplansın. Mənfi A qalsın. Mənfi 9-un üstünə 8 gələndə mənfi 1. Mənfi 1-in üstə 6 gələndə bu 6 mənfidir, müsbətdir. Mənfi 6-dir bu da. Deməli, bu müsbət 1, mənfi 1, mənfi 1-in üstünə 6, mənfi 7. Deməli, neçə oldu? Mənfi 7. Mənfi A üstü mənfi 7. İndi aşağıya baxırıq. Mənfi A üstü, bu da eləyəcək mənfi 10. İndi gəldik, baxdıq. Deməli, bölünəndə üstlər çıxılır. Onda qalacaq mənfi A üstü 7, mənfi 7 çıxılsın mənfi 10. Bu da bərabərdir. Mənfi A üstü mənfi 7 üstə gəl 10. Bu da mənfi A üstü 3. Tək dərəcədir deyə mənfi də qaldı. Mənfi A üstü 3 A variantı. 7-ci sualımızın cavabı A üstü 3. Hardasa mənfiyə də səhvə yol vermişəm. Çünki bunu E variantı verib. A üstü 3. Görün mənfini harda? Bizə dəqiqə hardasa mənfiyə səhv verməmişik ki. Mənfi A üstü mənfi 9. Bura mənfi 8. Burada mənfi 6. Burada mənfi 10. A üstü deməli nə eləyəcək? Bura mənfi 10 eləyəcək. Bu hissədə mənfi qalmayacaq. Çünki 1 bölünsün olanda, bax bunun mənfisi mənim fikrimcə olmayacaq. Deməli, A üstü mənfi 9. Bir də izahına baxaq. Müsbət A üstü 3 idi. Mexaniki burada səhv getmişdi. Deməli, bu oldu. Mənfi A üstü 9 vurulsun. Üstü mötərizənin cüt dərəcədir. Mənfi qalmır. A üstü 8. Görürsünüz, bu hissəni. Burada qüvvət mənfidirsə, məxrəcə saldım, qüvvəti müsbət elədim. Yəni, mənfi A-nın kubu sadəcə mənfi 2 məxrəcə düşdü, müsbət 2 oldu. İndi gələk məxrəcə baxaq. Məxrəcdə yazılıb mənfi A üstü mənfi 2 üstü 5. Görürsünüz, bu mənfi 2 bu A-nınkidir. Buna dəxli yoxdur. Əgər bu mənfiyə də dəxli olsaydı, belə mötərizədə olardı. Onda bizdə olacaq mənfi A üstü mənfi 10. Yenə deyirəm, bu 10-un, bax bunun, bu mənfiyə dəxli yoxdur. Təkcə bunadır, mənfi 10. Yəni, əslində, burada mötərizə olmamalıdır. Bu mötərizə olmamalıdır. İndi bu da yuxarı qalxanda oldu mənfi A üstü müsbət 10, sürətə qalxanda. Sonra gəldik. Burada sürətdəki mənfi 9 məxrəcə düşdü. Mənfi A üstü oldu müsbət 9. İndi baxaq. Burada A üstü 6, A üstü 8, ixtisar gedəndə A üstü 2 qaldı. Burada tək dərəcədir mənfi yenə qaldı. Vurulanda üstlər toplanır. A üstü 10-dan A üstü 2, A üstü 12. Aşağıda da mənfi A üstü 9, mənfi A üstü 9-dur. Mənfi mənfiyə böləndə müsbət. Bölünəndə də üstlər çıxılır deyə A üstü 3 variantı oldu. 7-ci sualımız. 8-ci suala baxaq. Görək 8-də nədir? 64 üstü 3-dəki 64-ün yerinə yazırıq 4-ün kubu. Üstündə də 3-də 2. Üstə gəlinsin mənfi 27. 27-nin yerinə nə yazaq? 27-nin yerinə yazaq. Mənfi 3-ün kubu. Mənfi 3-ün kubu. Üstündə də bir dənə nə var? 3-də 1. 3-də 1. Bərabərdir. Burada 3 ilə 3 getdi. 4-ün kvadratı 16. Üstü tək dərəcə 3 ilə 3 getdi. Tək dərəcə deyə mənfi qaldı 3. Cavabımız olar deməli 16-dan 3, 13. 13. 8-ci sual C variantı. Gələk 9-cu sualımıza baxaq. Kök 3-cü dərəcədən 27 A üstü 6 B-nin kubu
bölünsün kök 5-ci dərəcədən 32 a üstü 10 b üstü 5. Gələk baxaq. Bilirik ki, kökdən çıxardanda ədədin özünün qüvvəti kökün qüvvətinə bölünür. 27 3-ün kubu deməkdir. Bu 3-ünü 3-ə böləndə bir dənə 3 çıxdı. A üstü 6-nı 3-ə böləndə 2, 3-ü 3-ə böləndə 1, yəni b üstü 1 oldu. Aşağıda 32-nin yerinə 2 üstü 5 yazırıq. 5-i 5-ə böləndə 1, yəni 2 çıxdı. A üstü 10, onu 5-ə böləndə A üstü 2, B üstü 5-i 5-ə böləndə 1. Burada bunlar getdi, A'lar getdi. Cavabımız oldu 1,5 ya da 2də 3. 2də 3 elə verib C variantı. Cavabımız nə oldu? 2də 3 C variantı. 10-cu sualımıza gələk baxaq. 10-cu sualımızda biz bilirik kökün dərəcəsi eynidirsə vurmanı bir kökdə yaza bilərik. Yəni 4 çıxılsın 2 kök 2 ilə 4 üstə gəlsin 2 kök 2-ni bir kökdə yazsaq bərabərdir. Kök altında A çıx B A plus B A kvadratı çıx B kvadratıdır. 2 kök 2-nin kvadratı. Bu da bərabərdir. Kök altında 16 çıxılsın. 2-nin kvadratı 4, kök 2-nin kvadratı adi 2. Yəni bu 8 deməkdir. Oldu 8. 8-dən də 4 vur 2 kimi yazanda 2 kök 2 A variantı olar. 11-ci sualımıza baxaq. 11-də görək nədir? Kök 3-cü dərəcədən A-nın kvadratı vur kök 4-cü dərəcədən B-nin üstü 5, üstü 12. Gəlin baxaq görək necə olacaq. Deməli, bunu A üstü 2 böl 3 yaza bilərik. Üstündə də bir dənə 12 vurulsun. Bunu B-nin üstü 5 bölünsün 4. Üstündə də bir dənə nə yaza bilərik? 12. Bərabərdir. Bir dəfə 4 dəfə A-nın üstü 8 vurulsun. Bir dəfə 3 dəfə B-nin üstü 15. A üstü 8, B üstü 15. Cavabımız C variantı olar. Gəldik 12-ci sualımızda 22,5 onda 225'dir. Vurulsun kök 100. 100-dən cavab 10 çıxır. Bunu adi kəsirlə yazanda onlar ixtisar getdi. 225 cavabda 15 qalar. 13-cü suala baxaq. Deyir, ixtisar edin. 9-un yerinə yazırıq 3 üstü 2, üstündə də nə var? 5 vurulsun. 2 üstü 12 bölünsün. 36-nın yerinə yazaq. 36 üstü 6'dır da bu deyəsən. Görün, biraz yaxşı düşmür. 6'nın kvadratı üstündə 6. İndi bizim misalımız oldu belə. 3 üstü 10, 2 üstü 12, 6 üstü 12. Bu da bərabərdir. 3 üstü 10 vurulsun 2 üstü 12. 6 üstü 12'ni yerinə yazırıq. 3 üstü 12, 2 üstü 12. 2 üstü 12'lər ixtisar getdi. Bölünəndə üstlər çıxılır. Yuxarıda yəni 1 qaldı. Aşağıda 3-dən 2 dənə qaldı. Bax, bu 10 dənə üstü, bu 12 dənə. Bunun da cavabı oldu 9'da 1. 13-cü sualın cavabı 9'da 1 nə variantıdır? D variantı. 13-cü sualımız da oldu D variantı. 14'ə gələk baxaq. Görək 14'də. Bu səhifədə deyil, 14'ə baxaq. Bizə deyir ki, hansı müsbətdir? Bu sadə sualdır. Məsələn, 2 böyükdür, kök 5 böyükdür. Kök 5 daha böyükdür. Çünki 2'nin kökünü altda salsaydıq 4 olardı. Bu bundan azdır, ona görə bu mənfidir. C bəndi də aydın görünür. 10,8, 10,5'dən daha böyükdür. Cavabımız Y variantı. Hansı müsbətdir? Kök altında 12, təbii ki, kök altında 11'dən daha böyükdür. Çıxanda müsbət alınır. Gələk 15-ci sualımıza baxaq. 15'də 4 vurulsun x üstü 4'də 1 vurulsun 3 y üstü deməli neçənci sualımızdır bizim y üstü 3'də 1 3'də 1 vurulsun 12'də 5 x üstü 2'də 1 y üstü 6'da 1 x üstü 2'də 1, y üstü 6'da 1. Aha, deyir sadələşdirin. Gələk baxaq, birinci ədəd hissələrin 1 dəfə, 3 dəfə. Ədəd hissəmiz oldu. Bu 3 ilə də bu 3 getdi. Ədəd hissəmiz oldu, yəni əmsalımız 5. X üstü 4'də 1 budur, 2'də 1 budur. Vurulanda üstlər toplanılır. X üstü 4'də 1 ilə 2'də 1. Bunu da 2'yə vurmalıyıq, çünki məxrəc eyni olmalıdır. Oldu 4'də 3. İndi y-ə baxaq. 3'də 1 budur, 6'da 1'dir. Məxrəci eyniləşdirmək üçün 2'yə vuranda oldu. 6'da 2'nin üstü 6'da 1 gələndə y üstü 6'da 3.
Bunu da bir dəfə, iki dəfə yaza bilərik. Qısaca misalımız oldu 5x üstü 4-də 3, y üstü 2-də 1. 5x üstü 4-də 3, y üstü 2-də 1 cavabımız A variantı olar. 16-cı sualımıza gəlin baxaq. 16-da. Deməli, modulda kök 13 çıxılsın kök 3 çıx kök 3 çıxılsın kök 4. Bizim modulun qaydası var idi ki, əgər çıxmada bundan böyüksə mənfi çıxa bilməz deyə yeri dəyişir. Amma böyük deyil, deməli yer falan dəyişməyəcək. Çıx kök 3. Burada amma yerimiz dəyişəcək. Görürsünüz, çünki kök 4 kök 3-dən daha böyükdür. Amma orta çıx olduğuna görə hələ ki mötərizədə yazıram. Kök 4 çıx kök 3. İndi gələk baxaq. Kök 13 çıx kök 3 çıx kök 4 üstəgə kök 3. Çünki mötərizənin qabağı mənfidir, işarələr dəyişir. Cavabımız oldu kök 13 çıx kök 4. Bunu da təbii ki hesablamaq olmaz. Olduğu kimi qalır. 4-ün də yerinə 4-dən də 2 çıxır da. Kök 13 çıx 2. Yəni B variantı olar. 17-ci sualımıza baxaq. 17-də. Kökün altında 81 vur 144 vurulsun, 25 vurulsun 16 vurulsun, 121 böl 64. Bilirik ki, vurmağı bölməni eyni kökə sala da bilərik, tək-tək çıxarda da bilərik. Burada 9-da 12 vurulsun, 4-də 5 vurulsun, 8-də 11. Görək, ixtisar falan varmı? Bir dəfə, 3 dəfə, bir dəfə, burada da 3 dəfə, başqası yoxdur. Burada qaldı 24, burada da 55. Cavab C variantı olar. 18-ci sualımıza baxaq. İxtisar edin deyir. X kvadratı çıx 2. Bu yaxşı sualdır. Baxın, x kvadrat çıx 2 kök 2. X üstəgəl 2. Deməli, 2-nin yerinə mən kök 2-nin kvadratı yaza bilərəm. Çünki kök 2-nin kvadratı elə 2 demək. Burada da həmçinin 2-nin yerinə kök 2-nin kvadratı yaza bilərəm. İndi yuxarı oldu müxtəsər vurma düsturu. Bir dəfə x çıxılsın kök 2 üstünün kvadratı olmadan. X üstəgə kök 2. Məxrəc isə x çıx kök 2-nin çol kvadratı deməkdir. İndi gələk baxaq. Bununla bunun bir ixtisar getdi. Bizdə qaldı sürətdə x üstəgə kök 2, məxrəcdə də x çıxılsın kök 2. Cavabımız nədir? Görək, yuxarıda üstəgəl, aşağıda çıx C variantı. 19-cu sualımıza baxaq. 19. Deməli, a üstü 1,5 vurulsun b üstü 2,5. Bölməni mən kəsrlə yazıram. Çünki kəsrlə bölmə eyni şey deməkdir. A üstü 2,5 vurulsun b üstü 1,5. Gələk baxaq. Bölünəndə üstlər çıxılır. Deməli, b üstü 2,5-dən b üstü 1,5 çıxanda b üstü 1 qalır. Bu da b-dir. B deməkdir. Burada isə eyni qayda ilə bax 2,5-dən 1,5 çıxanda a üstü 1 qalır. Yəni məxrəcdə qalır. Ya da belə eləyə bilərsiniz. 1,5-dən 2,5 çıxanda a üstü mənfi 1 qalır. Onsuz da a üstü mənfi 1 məxrəcə düşür da. Yəni cavabımız B bölü A, D variantı olar. Sonuncu 25-ci sualımıza baxaq. 25 deyirəm, 20-ci sualımıza baxaq. Bu arada testlər heç yaxşı düşmüyor. Gələn dəfə gərək çəkəndə diqqət edeyim. 4 A-nın kubu vurulsun. B üstü 4-də 1 vurulsun. A üstü 4-də 1 vurulsun. Kök 4-cü dərəcədən B kvadratı. Gəlin baxaq. Bərabər. Bu A üstü kökdən çıxardanda özünün dərəcəsi kökün dərəcəsinə bölünür. 3 bölünsün 4 vurulsun. B üstü 4-də 1 vurulsun. A üstü 4-də 1 vurulsun. B üstü 4-də 2. Yenə deyirəm, özün dərəcəsi bura bölünür. İndi gəlib baxaq, əsaslar eynidirsə vurulanda üstlər toplanır. 4-də 3-ün üstə A-larda 4-də 1 gələndə 4-də 4 eləyir. Bu da 1 deməkdir. Vurulsun B üstü 4-də 1-in üstə 4-də 2 gələndə 4-də 3 eləyir. Yəni misalımız oldu. A vurulsun B üstü 4-də 3. Görək nə variantında veriblər bunu. A üstü A vurulsun B üstü 4-də 3. Heç bu da yoxdur. Baxım görün bəlkə haradasa səhv eləmişik, eləməmişik amma deyəsən. 20-ci sual. Testin özündən köçürüm. Deməli, A üstü 4-də 3 düzdür. Vurulsun B üstü 4-də 1. Vurulsun A üstü 4-də 1. Aha.
Buradakı 2 değilmiş uşaqlar. Bu da 3'üymüş. Yəni B üstü 4-də 3-dür. Aha. İndi gəldik baxdıq. 4-də 3-ün üstə 4-də 1 gələndə B üstü də 4-də 4 eləyir. Yəni B üstü də 1. Misalımız oldu A, B eləcə. Yəni bu hissəni silək. 4-də 3-ün üstə 4-də 1 gələndə B üstü 4-də 4-dür, 1 deməkdir. 4-də 3-ün üstə 4-də 1 gələndə A üstü də 4-də 4-dür. Yəni cavabımız oldu eləcə A, B. A, B də oldu B variantı. 20-ci sualımız. Bu qədər.